Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı. Sizinlə mənəm Ləman Ələşrəf qızı. Bugün beynəlxalq siyasətdən danışmayacağıq. Bugün biraz özümüzdən danışacağıq. Qonağım da maraqlı bir insandır, Sərdar Əlibəylidir. Və deməli, iyun ayı ərzində, əziz tamaşaçılar, Laf TV-nin efirində təbii ki, biraz tarixi mövzular çox oldu. Çünki iyun ayı özü tarix baxımından maraqlı bir aydı. 1993-cü il hadisələri baxımından maraqlı bir adam idi və Laf TV-nin efirində ard-arda bir çox insanlar çıxdılar. Biri digərini, deməli, digərinə cavab vermək üçün davamlı olaraq bizim efirimizdə bir çox insanların da adları çəkildi. Təbii ki, onların bir çoxu biri digərinə agent dedi, biri digərini təhqir etdi, biri digəri haqqında xoş danışmadı və bütün bunlar isə əlbəttə deməli bizi də usandırdı. Mən şəxsən usandım və o mövzuları elə iyun ayından daha tez bitirdim. Amma bugün xüsusilə gələn qonağım da məhz o ittihamlara, belə deyək, o nə bilim agent açıqlamalarına belə etinasız yanaşmayan bir şəxsdir, Sərdar Əlibəylidir. Jurnalist həmkarımız, dostumuzdur və o bu efirlərdə, təkcə Laf TV-nin efirində yox, həm də digər telekanallarda, digər internet resurslarında səslənən fikirlərdən dolayı, bax bugün bizim studiyamızdadır. Sərdar Əlibəyli ilə əziz tamaşaçılar gündəmi müzakirə edəcəm. Dediyim kimi, qonağımız da maraqlı qonaqdır. Söhbətimiz də əminəm ki, maraqlı bir söhbət olacaq. Ona görə də siz nə edirsiniz? Siz bəyənmə işarəsini basırsınız. Deməli, bizi izləyirsiniz. Verilişimizi istəsəniz paylaşa da bilərsiniz. Amma bəyənməni edin ki, çünki bəyənməyiniz həm də bizim auditoriyamızın genişlənməsində əsas rol oynayır. Siz də başlayın, biz də başlayaq. Sərdar bəy, xoş gəlmişsiniz. Salam Rəhman xan, salamlayıram sizi də. Laf TV-nin tamaşaçılarını da. Anadolular demiş, iyi yayınlar. Çox sağ olun, çox sağ olun. Deməli, mən bir neçə dəfə, demək, iyun ayında da bu məsələləri müzakirə eləyəndə sizlə belə bir söhbətimiz oldu, diyalogumuz oldu, hətta küskünlüyümüz oldu birimizin digərimizdən. Amma bugün efirdəsiz. Buyurun. Bax, nə qane etməyədi sizi? Mən hətta sizə biraz belə deyək, ötən günlərdə bir söhbətimiz olanda da dedim ki, bax, niyə Sərdar Əlibəyli olaraq belə şeylərdən rəncidə olursunuz? Məsəl üçün, xüsusilə elə şəxsləri müdafiə edirsiniz ki, onlar da hərəkatdan çıxan adamlar da bu və ya başqa formada adları hər cür ithamlarla qarşı-qarşıya olan adamlardır. Söhbətimiz əsnasında əlbəttə bu haqda danışacağıq. Bax, bu iyun ayında olan müzakirələrdə sizi qane etməyən nə oldu, kimlər oldu və bugün burada olmağınızın mühüm bir səbəbi nədir? Buyurun. Rəhman xanım, indi tarix və talih belə gətirib, bu bizim ölkəmizin, millətimizin tarixidir. O, xalq hərəkatı, ondan sonra AXC, ondan sonra digər gələn bu siyasi proseslər, bu millətin tarixidir. Bu adamlar hamısı, bax, fikir verin, hamısı bir-birinin ardına da çıxıb, hamısı bir-birinin agent deyirlər. Əslində bu nədir? Bu illərdən bəri ki, nə bilim, KGB təşkil eləmişdi, sərhəd hərəkatında KGB-nin adına yazdılar, xalq hərəkatında KGB-nin adına yazdılar. Əslində bunlar, bu danışanlar ya bilərəkdən, ya bilmirəkdən, dolayısıyla da olsa, bu agent oyununla əslində o ittihamı təsdiq edirlər. Mən hesab eləmirəm, milyonlarla insan xalq hərəkatında iştirak edib. Yəni, AXC-ni KGB yaratdığı fikrini qəbul eləmirsiniz? Yox, KGB yaratdığı fikrini qəbul etmək ayrı şeydir. Yaratdı, yaratmadı. Onun gərək sübut ola, təsdiq ola. Tutaq ki, Sərdar Əlibəylinin, ya Neymət Pənahının, ya Pənah Hüseynin, ya yaratdı, ya yaratmadı deməsi bunun arxasında heç bir tadı yoxdursa, sözlə bu şey olmaz. Yaratdı deyən ortaya sübut qoymalıdır, yaratmadı deyən o ortaya qoyulan sübutları bərtaraf edəcək mövqe qoymalıdır. Heç nə yoxdur. Amma əvəzində nə baş verir? Bax, fikir verin. Bu qədər adamlar çıxıb, indi siz də baxıb, sizin efirdə heç bir ikisi bir-biri haqqında xoş söz demir.
Hamısı o deyir, o agentdir, o deyir, o agentdir, bu agent onu. Mən bunu qəbul etmirəm. Belə şey ola bilməz. Milyonlarla insanın meydanlarda qazandığı, verdiyi istiqlal savaşını və qazandığı bu uğurları 5-3 adamın fikri ilə, şuurunla, nə bilim, deyirəm, bilərəkdən, bilməyəkdən nə KGB-nin ayağına bağlamaq olar. Ondan sonra, nə bilim, o zaman tarixi bir proses gedirdi, SSR-in dağılma prosesi idi. İndi deyirlər ki, məsələn üçün, nə olsun bizdə hərəkət oldu, bütün ölkələr onsuz azad olmadı mı? Onlar azad olmayıblar. Biz azadlığımızı almışıq, qan vermişik, can verib almışıq. Onlara azadlığı qaytarıblar. Qaytaran bir gün gəlib geri də istəyər onu. Anlatabildim mi? Yəni bizim hər zaman belə olub. Bax, özünüz baxın, 18-ci il bir ad var idi, 18-20-ci illər. Sonra bütün bu tarix boyu, hətta ondan da 18-dən çox əvvəl də bu millətin hər zaman hardasa bir etiraz olub, hardasa inqilab olub. Bax, təkcə SSR-nin tarixində 4 dəfə Azərbaycanda Sovyetə qarşı inqilab olub, Şəki inqilabı olub, Gəncə olub, bəli, Zaqatala olub. Bu qədər insanların əməyini, bunu KGB elədi, onu KGB, bu meydana çıxan bir daha deyirəm, bu qum dənəsindən, sahildəki qumdan çox sayda insanların KGB-yə nə dəxli var? Əgər tutaq ki, Pənah Hüseynin, Neymətin, Səqəmbərin, bilmirəm, o birisinin, bu birisinin bir-birinlə o hansısa maraqları var. Bunu gətirib bu hərəkatın adına yazmaq və hərəkatı bu qədər ləkələmək doğru deyil. Mən birinci demək istədiyim budur. İkinci də o qədər... Axırıncı dəfə üzr istəyirəm, axırıncı dəfə agent söhbətini Sərdar Cəllaloğlu elədi deyəsən, eləmi? Sərdar Cəllaloğlu da bu agent məsələsinə qarışdı. Sərdar Cəllaloğlu təhsil agent məsələsinə qarışmır. Bax, dünən baxmışam, Sərdar Cəllaloğlu nə deyir? Bax, fikir verin. Çox ağıllı bir söz dedi, efir başlayanda. Deyir ki, agent demək deyən adamlar mütləq özləri agentdilər. Onları agent kimi oraya göndəriblər və o digərlərinə də agent kimi baxır ki, yəni onları da onlar göndərmiş olur. Ya da deyir, agent deyən adam o agenti göndərən yerlə o qədər sıx ilişkidə, yəni oranın adamı olmalıdır ki, orada ona desinlər, tutaq ki, Sərdar Əlibəyli agentdir. Düzdürmü? Çox yaxşı, məntiqli bir şeydir. Və söhbətin gedişində heç dəxil olmayan bir yerdə birdən qayıtdı ki, mən bilirəm Lefortovada hansı sənədlərə qol çəkdirirlər, hansı söhbətlər gedir orada. Və aparıcı da təbii ki, dedi, yəqin Etibar Məmmədovla Rəhim Qaziyevi deyirsə, o dəqiqə də söhbətdən yayında çıxdı. İndi bax, Sərdar Cəllaloğlu Lefortovada olmuyor. Bunu bütün dünya bilir, Azərbaycanı bilir, düzdür. O zaman Sərdar Cəllaloğlu'nun o Lefortova deyilən yerin indi rəhbərliyi o idarələrlə, o strukturlarla nə əlaqəsi ola bilir ki, Sərdar Cəllaloğlu çox rahat deyə bilsin ki, mən bilirəm orada hansı sənədlərə qol çəkdirilir. Mən bunu etiraz eləmişəm. Adam məsələn üçün bir müddət əvvəl çıxıb demiş ki, elə yeri gəldi deyirəm, amma bir də baxdım deyir ki, məsələn deyirsən, Etibar Məmmədov müdafiə. Vallahi mən Etibar Məmmədov müdafiə eləmirəm. Heç o birisiləri də müdafiə eləmirəm. Amma mən baxanda ki, adama qarşı haqsızlıq var. Bax, məsələn üçün bir qız yaxında bir arzu muydu, nə idi da? Heç kimi çox tanımayan kim idi? Bu qədər adamlar qalxdı onu müdafiə elədi. Niyə elədilər? Yəni insanlar, yəni ədalətli insanlar haqsızlıq görəndə ona qarşı çıxırlar. Mən bu prosesdə haqsızlıq görən kimi deyir ki, mən qorxuram Sərdar Cəllaloğlu, artıq Etibar Məmmədov siyasətə qadir. Vallahi mən də çıxdım dedim ki, Sərdar bəy düz deyir. Məstubat deyir, şarvat kişidən nə qədər qorxsa bir elə yaxşıdır. Düzdürmü? İndi yaxşısan, Etibar Məmmədov nə sizdən artıq... Siz indi təhqir elədiniz axı Sərdar Cəllaloğlu. Məhkəməyə verəndə şarvat kişidən qorxsa... Mən bunu demişəm, dünən də demişəm, efirdə demişəm. Yəni, yeri gəldi deyirəm, amma bu deyilmiş söz, təzə söz deyil ki. Amma doğru seçilməyibdir, o mənada deyirəm. Yox, indi siz o doğrudurmu dura dərsən ki, misal üçün, əlində heç bir səbəb olmadan ayrı bir şey də var. Tutaq ki, AXC necə yarandı, AXC-nin yaranma tarixi müzakirə olunur. Bunun Lefortova ilə nə əlaqəsi var? Bax, soruşarlar adamdan da. Lefortova AXC yaranışından haradasa bir ilə qədər, bir il sonra olub. AXC yaranıb 89-cu ildə, Lefortov olub yanvarda, 20 yanvardan sonra düzdür. Əgər orada da Etibar Məmməd təbii 100%, orada bir onun 2 nəfər getmişdi Lefortovaya. Amma burada təbii... Xəlil Rıza idi, Etibar Məmmədov idi. Rəhim Qaziyev də var idi mi orada Lefortovada? Rəhim Qaziyev, Etibar Məmmədov, Xəlil Rıza, Fərəməz Novruzoğlu filan, orada rəhmətə gedənlər var filan var, sağ olanlar da var. 10-12 adam getmişdi Lefortovaya. Hətta orada da var, səhv eləmirəmsə. Gədənin adı nədir? Gəncədə bir zat var,
Ha, nədir? Hacı Tahirdir, nədir onun adı? Aha, nə bilmirəm. Gəncənin imamı yoxdur. Aha, bəli, bəli, bəli. Hə, bax o. O da orada olub. İndi nə deyirəm? Bax qardaşım, Lefortova bir il sonra olub. Etibar Məmmədov da Rəhim Qaziyevdə yaranışından AXC-nin ilk idarətinə təmsil olunublar, düzdürmü? Yaranışdan orada olublar. Əgər bunlar Rusun adamı idisə, bunları təzdən tutub Lefortova'ya niyə aparırlar ki? Zaten bunların çəkdə, düzdürmü? Bəli. Yəni mən sadəcə istəyirəm məntiq olsun da burada. Ha, əgər belə tuta-tut idisə, Xalq Cəbhəsinin idarə heyətində 15 nəfər var idi. 15 nəfər. Təhcə onun içindən Etibar getdi, Rəhim getdi. Biz bunlara indi deyib toxunmada. İndi mən də soruşuram. Bəlkə bunlarla agent, amma mən agent heç kimə demirəm, amma mən elə şeylər eləmirəm. Mən sadəcə məntiqi deyirəm. Əgərlərim Lefortova məsələsinin AXC necə yarandı məsələsindən yaxın uzaq əlaqəsi yoxdur. O zaman sual yaranır. Sərdar Cəlaloğlu ortada bu 3-4 cümləni niyə işlətdi? O zaman mən də düşünürəm, efirin marağı ola bilir. Gəldiyin efirin, səndən xahiş elə bilərlər, elə belələr söz orası atıb söz. Və bunlar nə edirlər? Bax, danışırlar. Məsələn, Cahandar Bayoğlu çıxır, şükürə, hər şey danışır. Sonra dünən baxıram, İsa Qəmbərə zəng vurublar. İsa Qəmbər deyir ki, mən o cəfəngiyatdır da, mən cəfəngiyata qoşulmaq istəmirəm. Zahir Qəriboğlu belə adla özünə ilk gələn, necə yəni, burada sizin adını salırsınız, gəlməlisiniz. Adamları belə, üzr istəyirəm, biraz da şantaj eləyib efirə çağırmaq olmaz ki. Nə deyirdilər ki, İsa Qəmbər haqqında? Valla, onun agent məsələsi müzakirə olunurdu. Fəna Hüseynlə də. Fəna Hüseyn 10 dəfə soruşdu ki, Neymətdən agent idim mən. Elə bil ki, belə bir zat var, tapşırıq var, elə bil ki, 10 dəfə o cavab verməkdən yayınır, bir də soruşur. Bax, parmağında belə tutur. Düz elə deyilsə, Qəmbər orada var idim, yox idim. Bu, nə əlaqəsi var? Yəni, nə deyirəm? Bu, mən bir daha deyirəm. Yəni, siz bugün bu agent axtarışına çıxılmasının qəti əleyhinəsiz. Bir mənalı şəkildə elə şey ola bilməz. Zamanında belə bir fikir var idi da, populyar və şablon bir fikir ki, DTX-nın arxivləri açılsaydı, heç buna ehtiyac da qalmazdı. Zamanında da açılmadı bu. Doğru mu? Açılmadı. Kim açmadı? Kim açmalıydı bunu? Həmin bax, bu gün danışanlar. Hamıdan çox bunlar danışır da, düzdür. Qardaşım, hökumət siz olubsunuz, dövlət siz olubsunuz, KGB də sizin əlinizdə olub. Açardı, hamı da görərdi. Açmadınız. Müəyyən bəhanəyi vətəndaşlıqda. Niyə Pribaltikada vətəndaş müharibəsi olmadı, bizdə olacaqdı. Yəni, bu şeylər, mən bir daha deyirəm, bu sualın cavabı belə yekunlasın da. Mən milyonlarla insanın qatıldığı, əmək verdiyi bu istiqlal savaşına, bu müstəqillik mücadiləsinə KGB-yə, nə bilim, Moskva, Kreml kölgəsi salınmağını o milyonlarla insan haqqında deyirəm ha. Bunların özlərinin problemi varsa özlərində, hamı özündən, məndən özümdən yaxşı heç kim bilmir mən kiməm, özləri də bilmir kimdirlər. Yəni, bu qədər olmaz. Sən hər il o davamlı şəkildə 2 ay, 3 ay, həm də bugün Ləman xanım, ölkənin o qədər bağıran, sos deyə bağıran problemləri var bax bugün. Bu efirlərdə bunlar danışılmalıdır. Bax, bu siyasətçilərdə, politologlarda, nə bilim, medianın özü çalışmalıdır. Bax, burada bu cərimələr, ondan sonra bu dalbadal Milli Məclisdə qəbul olunan, bax, bu insanlıq əleyhinə qanunlar, ondan nə bilim, ondan sonra bax, bu korrupsiya, bu rüşvət artıq ölkə məhv olub gedir. Bu yanda fikir verirsiniz, son vaxtlar sanki bir əlin işarəsindən birdən-birə Ləzgi, Kürt, bu da çox həssas mövzudur. Çox, bax, bu məsələlər müzakirə olunmalıdır və bu günləri bu adamlar, bu siyasət adamları, bu ictimai siyasi xadimlər, xüsusilə ziyalılar düşüb ev-ev, qapı-qapı bu məsələnin qarşısında bu çox təhlükəli məsələdir və bu öz-özünə qabarmır durduğu yerdə. Heç mən hesab eləmirəm, Sərdar Cəlaloğlu da təsadüfən çıxdı, o Kürt məsələsini danışdı, bildinmi? Yaxşı danışdı. Sərdar Cəlaloğlu'na başladı o məsələ? Biraz Sərdar Cəlaloğlu'ndan başladı, Kürt məsələsi, o çıxdı danışdı. Sonra da onun o bir Kürt qədəsi var, mən tanıyıb bilən Bərzani kimdir o. O adam bunun telefonla bir danışıq çıxdı ortaya. İki əlini qaldırdı. Yəni efirdə danışan adam, onun məsuliyyəti var. Söz elə belə adı ki, sən efirdə danışırsan bir şey, sonra sən zəngvurla deyirsən, mən vallahi üzr istəyirəm, mən belə demək istəmirdim. Yəni ifadəni elə seçəcəksən ki, babaya mən bir söz dedim, nə deyirsən təhqir elədi. Mən deyirəm sözümü. Bu söz, yəni, bu bir daddır da, bəzi atalar sözü var da, bilirsən da, onu məsəl üçün bir yerdə də işlətmək biraz ayıb görsənə bilir. Amma bu mənim sözüm deyil ki, bu tarixə yazılmış bir şeydir. İndi efirdə danışıram mən, burada bir şeylər danışacaq, bir saat danışacaq.
Sabah da o bir efirdə ya elə gəlin burada oturdu, gəlsiz Allah mənə bağışlayın, mən belə demək istəmirdim. Efirə çıxan adam, söz danışan adam nə dediyini və niyə dediyini və arkasında dura bilməyəcəyin sözü üzr istəyirəm, evdə arvadın da yanında demək olmaz. Sabah boşanarsan, biabır eləyərsən. Anlatabildim mi? Ona görə gəlirlər, danışırlar, bir şey olan kimi də ya üzr istəyirlər, ya nə bilim, məhkəmə verirsən, tökülüşürlər ki, sən Allah etmə eləmə, bu yaxşı deyil. Bu yaxşı deyil, deyəndə bax fikir verir. Mən deyirsən, İbrahim Qazıyevin 35 ildir, bəlkə də 40 ildir. Gecə günüz danışırlar, hamısı danışır. Hər gün danışırlar. Axı bu adam təkcə Rəhim Qaziyev deyil. Rəhim Qaziyevin qızları var, nəvələri var elə. Rəhim Qaziyevin ailəsi var, bacıları var, neçə bacısı var. Bunun bir nəsil tayfa var. Hər dəfə Rəhim haqqında bu cür danışıqlar onları o qədər rəncid eləyir ki, heç özümüzü onun yerinə qoysaq biləsən də bu nə deməkdir. Bəs kimin haqqı var ki, bir ailəni, bir nəsli, bir tayfanı bu qədər hər gün rəncid eləsin? Rəhim Qaziyev birincisi... Hər gün kimdir danışan Rəhim Qaziyevdən? Danışan yoxdur hər gün. Bax, hər gün Rəhim Qaziyev müzakirəsi yoxdur. Hər dəfə Cahandar Bayoğlu az olsa ki, həftədə 3 dəfə, 4 dəfə Reaksiya TV-yə çıxır. Və bütün çıxışlarında kişi gedib Prigojinlə danışır. Prigojin bilirsən, də ad var, demə. Gətdi Prigojin Rəhim Qaziyevə cəladı. Vasif Talıbov vəzifədən çıxdı, gənə Rəhim Qaziyev orası. Yəni bu hər çıxışında söhbəti hər halükarda hərliyib verib Rəhim Qaziyev üstünə gətirir. Və o tonda, o cürə danışılmaz qardaşım. Mən də ona etiraz edirəm. Məsələn, Rəhim Qaziyevin mənim müdafiəmə nə ehtiyac? Mən müdafiə Amma siz daha çox biraz müdafiəçi kimi görsənirsiniz həmişə. Mən müdafiəçiyəm. Bax, o belə deyək də, deyək ki, Nelson Mandela da Cənub Afrikada türmədə idi. 30 il. 30 il. Sonra çıxdı prezident oldu. Dünyanın da harasındasa filankəslər Nelson Mandelanı müdafiə edirdilər. Niyə müdafiə? Adamın haqqı pozulurdu ona görə. Yoxsa Nelson Mandelanı hiç tanımazlar. Mənim də biraz o cürə baxın. İndi mən hüquq müdafiəçi zat deyiləm və mənim xüsusi müqavilə müzadım yoxdur. Mənim vicdanım qəbul eləmir. Rəhim Qaziyev haqqında deyilənlər hamısı ya mən efirdə demişəm. Bax, ad demişəm. Bax, İlham Əliyev də daxil. Cənab Prezident İlham Əliyev. Sən də bil. Və bu haqda danışan, əgər faktınız varsa, Rəhim bəyə biri xain deyib, biri satqın deyib, biri Şuşanı satdı, biri Laçını verdi, biri nə bilim, belə elədi filan. Rəhim Qaziyev bu gün 9 mərtəbənin 9-cu mərtəbəsində hələ bu nazir olmamışdan 30 il əvvəl aldığı evdə yaşayır. Bunun evi yox, bunun villası yox, bunun dükkanı yox, bunun obyekti yox, bunun ayda da 400 manat pensiya alır, bomuz pensiyası alır Rəhim Qaziyev, düzdür? Rəhim Qaziyev amma nazir vəzifəsində işləyib, institut müəllimi olub, niyə pensiyası alır? Rəhim Qaziyevə rəsmi arayış verilib, generalın imzasından. Orada yazır ki, sizin nazir olmağınız haqqında nə prezident aparatının, nə də müdafiə dəftərxanasında heç bir məlumat yoxdur. Yəni, Rəhim Qaziyevin nazir statusu tanınmır. Məsəl üçün, Cahandar Bayoğlu bu haqda danışsın. Məsəl üçün, tamam, Rəhim bəydən xoşum gəlməyə bilər. Adam nazir, Şuşanı satdı deyəndə Rəhim nazir olur. Pensiya vermək gələndə deyirlər, sən nazir olmayıbsan. Mən Rəhim bəyə dedim, bax, mən biraz istəyirəm, tamaşaçılar doğru başa düşsün. Mən Rəhim bəyə dedim, Rəhim bəy, bu arayış elə bir şeydir ki, Rus ordusunun təzədən Azərbaycan qayıtmasına birbaşa səbəbiyyət verib məsələdir. Gəl bunu, mən qabardım, ictimailəşdirək. Rəhim bəy, biz nə dedim, ha? Dedi, Sərdar, bu millət 100 ildən çox bu ordunun, Rus ordusunun ayağının altında tapdıqda qalıb. Və o qədər də insanların qanı tökülüb. Biz bitə acıq eləyib köynəyi yandıra bilmərik. Bildin mi? Bu nə deməkdir? Sənin nazir statusunu tanınmırsa, demək sənin imzaladığın bütün sənədlər qeyri-legitim olur. Bunun da imzaladığı əsas sənəd 4-cü ordunun Azərbaycandan çıxışıyla bağlıdır, Qaraçovla bağlanan sənəd, düzdür. Əgər Rəhim Qaziyevin nazir statusu tanınmırsa, o sənəd qeyri-legitim olur. Qeyri-legitim olan ki, Rus ordusunu gətir, təzədən Salyansk kazarmaya deyir də var. Bu, deməli bir Samozvanisi olub orada, gəlib Qaraçov aldadıb. Yəni, Ukrayna boyda bir dövləti tanımayan Rusiya. Elə, Azərbaycanı tanımağa belə qalb. Yəni, bu vəziyyət Rusiya istəsə, sabah da onu istifadə edə bildin mi? Mən də buna qarşıyam. Adama, o da deyirdi, o məsləhətdə mənə meymun deyir. Adama bu qədər zülm eləyiblər. Adamı 11 il türmə yatırdıblar. Rəhim Qaziyevin haqqında tutulduğu maddə var da, adamı tutublar. Nə ilə tutublar? 2 maddə var. Bir qanunsuz silah gəzdirmə, bir də külla miqdarda talama. Taladığı da ortadadır, 9-cu mərtəbədəki ev. Silahdan da müdafiə naziri olub da, müdafiə naziri. Əslində olmalıydı müdafiə naziri. Ötən gün elə bir
polkovniklə söhbətim oldu, siz də tanıyırsınız prinsipcə. Ona mən bir sual verdim ki, Rəhim Qaziyevin bəlkə də elə faciəsi onda oldu ki, adam nə bilim, getdi müdafiə naziri oldu. Elə onu dedi. Onu dedi ki, bəli, bir Riyaziyyat müəlliminin müdafiə naziri postunda nə işi var idi? Dedi, hətta belə bir müqayisə də gətirdi ki, Əbülfəz Elçi bəy, yəni elə bir mənəvi lider kimi prezident olmaqla səhvini etdi. Rəhim Qaziyev də elə o müdafiə naziri postunda oturmaqla. Gedib müəllimliyini eləyək. Burada barışırsın bu sözlərlə, yəni razısınız mı? Barışmıram, ben o cevabını vereceğim. Her şey var, öyle değil. Buyurun. Heç kim demir ki, məsələn üçün, bax, İsa Qəmbər Ali Sözcü sədr oldu, hani iyi olurdu. Heç kim demir ki, Pənah Hüseyin niyə baş nazir oldu. Heç kim demir ki, Əbülfəz bəy niyə prezident oldu. Bunun məktəb adı yoxdur. Niyə Əbülfəz Elçi bəy haqqında həmişə deyirlər də. Yox, indi qulaq as da. Elə Rəhim Qaziyev... Doğru deyil, heç kim belə prezident kimi doğulmur və yaxud da ölkədə belə bir fakültə yoxdur ki, ancaq o yetişdirir ki, sən prezident olmalısan, yaxud spiker olmalısan, yaxud müdafiə naziri. Bu dəqiqə Gürcistan var mı? Gürcistan müdafiə naziri səndən də biraz yaşda kiçik olacaq, o da bir qızdır. Yəni. Dünyada bu şeylər, nazir vəzifəsi siyasi vəzifədir birinci. İkinci, gəl baxaq, Rəhim Qaziyevə qədər, Rəhim Qaziyevdən sonra üstə 8 general nazir olub. Hamının demək istədiyi yoxdur. Amma bunların heç biri Rəhim Qaziyevin elədiyi qədər eləyə bilməyiblər. Heç nə eləməyiblər əslində. Anlatabildim mi? Ona görə Rəhim Qaziyevin o nazir olduğu müddətdə sırf müdafiə faydalı şəmsalı bunlardan qat-qat çoxdur. Bu baxımdan Rəhimliyə əslində biraz da ona görə deyirlər. Heç kim heç nə elə bilməyib, bu adam iş görüb. Yəni iş görübdən də bu adam eləməyib. Oğurluqla, doğruqla Rəhim Qaziyev məsəl üçün indiki qiymətlərlə, milyardlarla qiyməti ölçülən silah-sursat gətirib. Hardan gətirib? Rusiyadan gətirib. İndi deyirlər ki, Rusiya bunu niyə buna verirdi? Bax, nə var idi bu? O vaxt Amerika yox idi, İsrail yox idi, o vaxt pulumuz yox idi, qeyb verib alaydıq. Rəhim Qaziyev yoğuru deyir, gedib xahiş eləyib alırdı, düzdür. Amma bir şey var axı, Rəhim Qaziyev bu işləri görüb. Bax, maraqlı bir şey deyəcəmsə, Rəhim Qaziyevin xəttini mən həm də ona görə çox istəyirəm. Bu indi münasibəti olmayan, hətta biraz da gərgin münasibətdə olduğu adamlar var ya, İndi bu nazir olduğu dövrdə bunlarla işləyib filan ediblər. Bax. Buyurun. Bax, Surət Hüseynov. Sonradan axır-axırda çıxdı, dedi, Rəhim 25 manata çok yazırdı filan filan. Bəli. Amma Rəhim Qaziyev hər zaman deyir ki, məsələn üçün, Surət Hüseynovun müəyyən gördük işlər var. Məsələn, maraqlı bir kitab deyəcəm sizə. Bu əvvəl Zeynalov film çəkildi, o vaxtı Rəsul Quliyevlə bir yubiley yaşaydı da. Bəli. Bu Rəhim Qaziyevlə söhbət eləyir, deyir ki, bu Rəsul Quliyev haqqında. Rəhim bəy deyir ki, Rəsul Quliyev o zaman, mən nazir olanda, qa dedim, qa gətirdi, qu dedim, qu gətirdi. Özü də söhbət qəpik quruşdan getmir, milyonlardan gedir. Amma biz nə Rəsul Quliyevin dədəsi Bayram kişiyə, nə də mən dədəm Həsən kişiyə bağ evi tikmirdik, villa tikmirdik. Vətən üçün eləyirdi, millət üçün eləyirdi. Anlatabildim mi? Bu günləri Rəsul Quliyevlə etibar nədir? Rəhim Qaziyevin Salam Məliki də yoxdur. Və Rəhim Qaziyev bunu deməsə, Azərbaycanda onu heç kim bilmir. Anlatabildim mi? Rəhim bəy həm də ona görə, adam ədalətli adamdır. Sadəcə Rəhim görünür ki, o zaman indi Rəhim Qaziyev bir yerdə də bunların planlarını pozub. Bunların istəyinə çatmaqla mani olub. Ona görə də hamısı Rəhim Qaziyev üstünə, mən yenə deyirəm, mən nə Rəhimə vəkil deyiləm, nə etibara vəkil deyiləm. Mən demişəm, İlham Əliyevdən tutdun. Bax, ən sonuncu tanıdığın adam kimdir? Haqsız olduğu müddətçə üstünə gələrlərsə, mən orada olacaq. Kim də nə deyir, desin, mənim bu adım yoxdur ki. Amma mən borçlu deyiləm. Mən sadəcə dedim, bir misal. Amma burada bir rəylərdə yazırlar ki, sadəcə Ermənistanlıları müdafiə edirsiniz, gözünə şəkil, elə onu deyirlər, gözünə şəklinin qatmaqla. Yəni maskirovka kimi deyirlər. Yazırlar, burada yazırlar. Ona görə rəyi sizin diqqətinizə çatdırıram ki, yəni gözünə onu qatırsınız, əslində isə yəni deyir, Ermənistanlıları müdafiə edirsiniz. Mən erkən bunu çox ciddi şəkildə əleyhinəyəm, yəni bölməyək. Bax, Ermənistanlı da bu şəkildir, bu nə bilim, düzgün deyil. Can Lefirdəydim. Mən adətən oralara baxmıram Can Lefirdə olanda, fikrim dağılır deyə. Bir də gözümə sataşdı, bir nəfər orada yazıb ki, Sərdar bəy, sizin talışlara münasibətsiz bilmək istəyirəm. Valla dedim, valla birisi nətərdir. Mən talış olsun, Kürt olsun, Türk olsun, nə bilim, Ləzgi olsun, Erməni olsa belə.
Azərbaycan gerbinə, efirdə demişim, baxanda, sinəsi qabaran, Azərbaycan bayrağına baxanda, gözü yaşaran, himni oxuyanda boğazını qəhər boğan, hər kəs mənim üçün qardaşdır. Milliyyəti nə olur olsun, Nə gözəl. nə qırdı olsun. Həqiqətən də, nə gözəl. Yox, nə əlaqəsi var? Və bu ölkədə bütün bu etnik məsələdir, milli məsələdir, bax bu yerli bazdır, yerazdır, qırazdır, Naxçıvanlıdır, Bakılıdır məsələsi, hamısı ölkədə o sosial-iqtisadi vəziyyətin günü-gündən pisləşməsindən doğur. Bunun fərqində olmaq lazımdır və mən bayaq dedim, mən çox bəzən baxıram ki, hətta cəmiyyətdə, toplumda az-çox söz sahibi olan, hörmət sahibi olan adamlar belə bu separatçı dalğaya qoşurlar, çox pis nəticə verər, çox pis. Əslində belə deyək də, yəni bizim qonşu ölkələrdə də, İranda da, Rusiyada da çox ciddi problemlər var. Yəni ikisi də müharibə vəziyyətindədir, müharibə edirlər və Rusiyada mən xüsusilə bu separatçı məsələləri daha çox Rusiyaya bağlılığını İran məsələsi ola bilər, amma zaman-zaman bu məsələlər Azərbaycanda aktuallaşdıran Rusiya faktoru olub. Bugün, yəni bu, onu demək istəyəm, yəni bu xaricdən qarışdırırlarmı, yoxsa özümüzdədir bu məsələnin kökü? Xaricdən qarışdırmaq üçün, onlar qarışdıra bilsin deyə, burada münbit şərait yaranmalıdır. O münbit şəraiti sosial-iqtisadi vəziyyət yaradır. Niyə yaradır? İnsanların, mənə bu yaxınlarda bir nəfər yazıb ki, mənə yazıb, baxın, orada deyirlər evlə. Mən. Yazıb ki, Sərdar bəy, sən gəl bizə qoşur, biz bu Naxçıvanlılarla yerazları rədd deyirik, yüzdə belə deyəcək ha. Bakılılar gəlməlidir, Bakılılar gəlsə isə yaxşı olacaq. Mən də götdüm, zəng vurdum adama, əlimdə telefon. Dedim, mənim tanıyırsan, dedi, yaxşı tanıyıram. Dedim, mən nətər, sən mənə deyirsən, gəl sənin qardaşlarının başını kəsək. Sənlə də dedim, dedim, başa düşün. Bax, indi, və bu planlı şəkildə belə olur. Bax, tutaq ki, qalxdı da sizin rayon. Oğuz. Oğuz rayonuna baş prokuror gəldi, tutaq ki, Naxçıvanlı. Baş həkim gəldi Ermənistanlı. İcra başçısı gəldi, o da Naxçıvanlı, o da Ermənistanlı. Bir millətik də biz bunu niyə bölməliyik? Qulaq as. Burada məsələ nədir? Əgər bu adam gəlib, prokuror kimi, baş həkim kimi, onunla nə bilim orada icra başçı xalqın, millətin problemindən uğraşıb, yaşayacaq, işləyəcəksə, başımız gözümüz sən nə qırqəti qoyur? Yox, adam gəlib, deyək ki, bu sistemin, bax, bu indi gördüyüm, bax, bu yadda çalışacaqsa, o zaman onun hardan olmağın heç bir fərqi yoxdur. Və mən adamlara deyirəm də, adamlara deyirlər ki, bu vaxt kütlə üçün. Məsələn, çünki yerazlar gəlməsəydik, yeraz deyirəm məni bağışlasınlar da. Amma deyiliş budur. Niyə Qərb Azərbaycanlılar deyirlər? Yerazlar gəlməsəydik, boş pafos tapsın, nə Qərb Azərbaycan zətə. Qərb Azərbaycan zətə yoxdur. Bu ölkədə mən demişəm, Türk, mən istəyirəm, mən bilmək istəyirəm. İndi bu yaxında bir statistika da deyirlər. Talışlar deyir biz 4 milyonuq, Ləzcilər deyir biz 3 milyonuq, nə bilim, Kürtlər deyir biz 5 milyonuq. Heç biz yoxuq ki. Mən də ayrı cürə baxıram da. Laman, əgər bir adam talışların sayı 3 milyon deməkdən xoşbəxt olursa, qoyun o xoşbəxt olsun. Bu reallığı dəyişmir axı. Amma burada bu ölkədə doğrudan sayı yoxdur. Və o verilən sayılar da doğrudan mən də qəbul etmirəm. Bir normal bir siyahi alma keçirdik. Bu vətəndaşınsa mən bilmək istəyirəm ki, bu kətdə Lamanın babası, babanın adı nədir? Salih baba. Salih babanın neçə törəməsi var? Mən bunu bilmək istəyirəm da. O Salih babanın törəmələrinə uyğun da, sayına uyğun, onun haqları yaranır orada. Bir kətdə bir kişinin 10 oğlu varsa, gələcəkdə onunla 10 ev olacaq, bir oğlu olan kişinin də bir cəv olaraq qalacaq. Düzdür mü? Mən də deyirəm bunu sayın, amma əgər bir talış, bir ləzgi, bir nə bilim Kürt, biz 1 milyonuq 5 deməklə xoşbəxt olursa, onu da çox da qabardıb belə fəlakətə çevirir. Zaten say dəyişmiş ki, mən 3 milyon deməklə, amma ayrı bir məsələ var. Bunlar niyə belə qabarır və indiki zamanda birdən belə, çünki deyirəm, münbit zəmin yoxdursa, Ələman xanım, ən sağlam toxumlar belə çürüyəcək. Və ölkədə yaradılan o artıq getdikcə səviyyədən düşən sosial-iqtisadi vəziyyət bu şeyləri körükləyir. Onu da kənarda çox gözəl görürlər. O kənardakılar da onu kullanırlar. Yaxşı bir daha deyirəm də, yerazlar gəlməsə bu ermənilərin evində biz yaşayacaqdıq. Məsəl üçün, Gürcistandan Qırazlar gəlib, hamısı burada ev yəsi olub. Bu yaxında o qız çıxıb danışdı, ən kasıb Qarabağlının Bakıda 2 dənə ev var. Belə şeyləri eləmək olmaz. Bu millət, o bayaq dedi, biz çox azdıq, əslində, kolxoz boyunda bir ölkəyik.
Ne alakası var ki? Ha ayrı şeydir. Bu sistem, bu bizi idare eden zihniyet var. Çok harap zihniyettir. Ve bu zihniyeti değişmeye çalışmak əvəzinə biz birbirimizdə küçədə söz atırıq, laf atırıq. Heç kim də əlini daşın altına qoymaq istəmir. Təsəvvür elə ki, Azərbaycan bu günləri özü boyda bir böyük zibillik. Bax belə, üstə tökülüb. Hamı da narazıdır, hamı danışır. Üfunətləri yarı götürüb. Amma heç kim qolunu çirməyib, gəlin bu zibili təmizləyək demir. Nə qədər ki, hamı qolunu çirməyib, bu zibili təmizləməyə girməyib, zibilxana böyüyəcək, üfunət artacaq və narazılıqlar da o qədər danışır. Biz burada, indi ben burada danışıram, öz evimdə danışıram və illərdir sən də danışırsan, biz bu qədər nəyi dəyişmişik, dəyişə bilmişik. Dəyişə bilmək üçün ölkənin o dedim ya, mümbit şərait yaratmalıdır. Şəraiti yaradan dövlət. Bizdə problem bilsin nədir? Dövlətlə milli iradə taban-tabana ziddiyyətlərdir bugün. Ona görə böyle. O etnik məsələlər də oradan çıxır. Nə əlaqəsi var ki? Təhlükəlidir bu etnik məsələlərin bu şəkildə qabardılması bugün. Çox təhlükəlidir da. Sabah bir gün bir yerdə tutaq ki... Amma indi o etnikə də, bax, məsəl üçün biri var da, indi mən adını da düzgün xatırlamam, Əbilov, Talış qardaşlarımızdan biri, mən ona qardaş deyirəm, məsəl üçün. Deyir ki, həbsxanadadır, o gün bir açıqlama oxudum ki, bir xəbər ki, deyir ki, mənə tərcüməçi verin. Sən Azərbaycanda doğulmuşsan. Sən Azərbaycanda doğulmuşsan. Sənin... Yox, yəni bu düzgündür mü? Bu düzgün yanaşmadır mı? Düzgün yanaşma deyil. Yəni o özü də ara qarışdırmır mı indiki vaxtda? Ona xidmət eləyir də o. Durduğu yerdə bu niyə məhkəmədə ad istəsin ki? Nədir? Mən ona yazılan rəyləri oxuyordum, o xəbərə yazılan rəyləri. Orada an deyirdi ki, versinlər də, bu konstitusiyanın pozulmasıdır, bu filandır, bu nə bilim nədir. 100 dənə argumentlər gətirib ona haqq kazandıranlar var. Bax onu deyirdim, hətta ağlı başında bildiyimiz adamlar belə bu separatçı dalğayı qoşurlar, çox belə bir yəni qanun belə əlaqəsi yoxdur, adam universitet qutarıb, adam. Yəni burada bu ölkənin vətəndaşında bu sadəcə meydan oxumaqdır, bax belə verməm. Mən də sabah indi birdən, onsuz da bizim hər gün var da başımızda, mən tutsalar, mən də durub deyəcəm ki, mən Türkiyəm, Azərbaycan dili tanımıram, mənə Türkçədən tərcüməçi gətirin, nə olacaq? Yəni bu, deyirəm də, göz görə bu hardansa körüklənir. O körüklənə bilmək üçün içəridə mümbit şərait yaradılır. Onun üçün deyirəm də, buradan Oğuza, buradan Qəbəliyə niyə Naxçıvanda göndərirsən ki? Elə oradan yerli, o yaxşı tayfalardan, o köhlü tayfalardan adam qoyur ya. O da mərkəzə bağlansın da, yəni bu, mən indi onu da doğru bilmirəm, mən cəmaat elə deməsin ki. Amma, yəni, ölkənin kadrlar yetişdirilməlidir və bu kadrlar ölkənin hər yerində ciddən, təzə nazirlər, o da və mən efirə 12 dənə nazirin şəklini qoydum. Dedim, baxın, bu nazirləri kim tanıyır? Böyle soruşum səndən, indi neçə ildir, biz bu işin içindəyik də. Kənd Təsərrüfat Nazirinin adı nədir bilirsən? Əzbər deyə bilməyəcəm. Nədir? Ekologiya Nazirini bilirsən. Məcnundur Kənd Təsərrüfat Nazirinin adı. Rabitə Nazirinin, indi bizi bildin. Doğru fikirləşib tapa bilərəm. Çıxaq küçədə soruşaq. Yox, indi siz nəyin tərəfdarsınız? Siz tərəfdarsınız ki, bir nazir orada 30 il otursun və beynimizdə də onun adı klişələnsin. Yox. Nə bəs? Bu nazir olana qədər özünü təsdiq eləməlidir. Siyasi vəzifədir. Nazirlər və deputatlar, bax, iki kategoriya adamlar, bütün ölkə tanımalıdır. Bütün ölkə tanımalıdır. Və nazir siyasi vəzifədir. Bu siyasi partiyalarda filan bu yetişməlidir, bu bir cəmaat mı bilməlidir. Yoxsa sən bu dəqiqə onların nazirləri boş ver. 125 deputat var elə. Oturaq bu dəqiqə ikimiz sayaq. 12-dən o tərəfə keçənməyəcək, yoxdur. Mən soruşuram, yaxşı, heç kimin tanımadığı, hətta qonşularının tanımadığı adamlar necə deputat olurlar? Bu nədir? Oradan qaynaqlanır hər şey. Hər deputat öz o seçildiyi ərazidə, o dislokasiyada deputat kimi fəaliyyət göstərərsə, indi getdin olan məndə deputat. Mən buradan deyirəm, iddiyanla deyirəm, kimdən necə başa düşür. Ömrümə bir gündə qalsa, Zabelinin yeri mənimdir. Zabelin mənim yerimi qoruyurdu. Mən deputat olacam. Mən deputat olduğum müddətdə o iclaslardan çox məhəllələrdə olacam, cəmaat içində. Gündə mən zaten oradayım da, çayxanada orada, burada, düzdür. Adamlar gələcək, mən deputat olacam, bildin mi? Mən o icra başçısının, o JEK müdürünün, nə bilim, o vergi müvəkkilinin filan bunları mən o gecə gündüz yatmağa qoymayacam. Və nə baş verəcək? Mən istisnasız bütün yas yerlərinə gedəcəm ərazidə, istisnasız. Bütün toylara gedəcəm, kaşif kişilərin toyuna gedib $300 pul yazılacağım.
Mikrofonu götürüb təbrik edəcəm. Və 6 aydan sonra bütün Respublikanın rayonlarında hamı elə deputat istəyəcək. Ona görə mən oraya buraxmıram. Anlatabildim, səni də qoymayacaqlar. Çünki mən gedib orada dad olan, mən nə Razı Nurluyev olasıyam, nə də... Niyə Razı da bütün günü gəzir rayonlarda, kəndlərdə? Mən baxıram ki, ən aktiv deputat odur. Elə aktiv deputat ikonadan danışmaz, başını bırax. O bir deputat var, Badamovdur, nədir? O gün baxıram, nə danışır bu? Deyir ki, Kürdistan məsələsi Azərbaycan gələcəyində bilməm, nə ola bilər? Bu bizə nə deməkdir? Yadına düşəcək, Erdoğan ki, Orta Doğu prosesi danışırdı. Orada bir cümlə işlədi ki, Diyarbakır burada bir yıldız ola bilər. Həmin söhbətdir, bax, gəlib bura çıxır. Və bugün baş verənlər, həm də bu gedən, bax, bu etnik məsələlər, hamısı Orta Doğu prosesinin o yürüyen ayaklarıdır. Öz-özünə deyil ki, Türkiye'de de, Azərbaycanda da, hətta Gürcüstanda, Ermənistanda da bu proses gedir. Biz bunu görə adamlar, mən başa düşürəm, bir media forum keçirdilər. O media forumda bu boyda ölkənin problemləri qalıb qırağa, bu başına dönüb İlham Əliyevi tərifləmək problem yoxdur. Onsuz da burada təriflənir də hər yerdə da. Bu boyda media forum keçirdik, bu boyda millətin parasını xərcləyib, bu İlham Əliyevi tərifləməyə nə ehtiyacı var ki? İlham Əliyevi danışır da, o danışdığını orada danışa bilər, burada elə aparatda cəmaatı... Yəni, media forum keçidəndə ölkənin Ağlaman xanım, Tərtər məsələsi hələ durur, bilirsən da. Bax, dediyimiz bu son vaxtı qabaran bu etnik məsələlər. Ondan sonra bu ölkədə bu millətin cərimələrlə artıq canının boğazına yığılmağı, ondan sonra bu rüşvətin, bu korrupsiyanın, bizim prezident danışır, deyir, korrupsiya sıfır, ondan sonra rüşvət sıfır. Bu jurnalist durub soruşmalıdır, cənab prezident sizə məlumatı kim verib? Nə sıfır? Düzdürmü? Amma məsələ o deyil. Məsələ o ki, bu forumlar problemlərin qabardılıb, həm də o beynəlxalqda tədbir kimi prezidentin hər məsələ ilə bağlı münasibətini öyrənmək və o da direktiv kimi ölkə boyunca yayılsın, adamlar hərəkət eləsin. Prezidentin çıxışları çox möhtəşəmdir, doğrudan deyirəm. Amma mən belə Əliyevə xüsusi belə adımda yoxdur. Yəni nə mənada? Mən də hər zaman demişəm, prezidentinə gərək prezident kimi danışacaq. İlham Əliyevin bütün çıxışları çox möhtəşəmdir, onu kim hazırlayır, necə hazırlayır. Çox süper. Amma ondan sonra gedən icraatlar hamısı onun tərsinə gəlir. Və mən baxıram havalanmam, ola bilməz. Bu qədər prezident ki danışır, bu qədər o direktiv deyirlər də ona, cəmiyyətə mesajları verir. Məsəl üçün, milli adət-ənənələr qorunmalıdır, təhsilimiz yüksəlməlidir. Ondan sonra biz Türk ailəsində salamat qalmaq istəyir, ancaq Türk Dövlətlər Birliyi filan adam danışır. Amma o danışıb tutarır, sabah gedən proseslərə baxıram, nə adət-ənənədə, nə dilimizi qorumalıyıq. Bunların özləri hamısı Rusça danışır, necə dili qoruyacaqsan? Hardan, kimdən qoruyacaqsan dili? Dil əslində bunlardan qorunmalıdır. Bu dərd odur. Prezident deyir, dil qorunmalıdır, çox möhtəşəm. İlham Əliyevdən Bünyamin danışırdı burada deyəsən. Baxdım mən. Üst-üstə yedirərdim bəri 30-40 tane dillə bağlı ayrı-ayrı sərəncam, qanun filan çıxır. İndiyə qədər bir adam barmağa vurmuyor. Təsəvvür elə ki, onun hərəsindən, hər sərəncamdan 10% görülsəydi, indi nələr olmuşdur? Elə də digər hadisələr, korrupsiyası, rüşvəti, nə bilim, monopoliyası. Bu ölkə monopoliyanın əlində boğulur. Təsəvvür eləsənmi? Bax, kənd təsərrüfatını məhv eləyiblər. Sənin yüngül sənayen yox, ağır sənayen yox, heç nəyin yox. Bütün bizim bu ərzaq təchizatı var, ərzaq. Ərzaq təchizatı bizim 90%-in üstündə xaricdən gəlir. Hətta burada Mədəyin Azərbaycan yazırlar üstünə. Onun da komponentləri xaricdən gəlir, əksəriyyəti, əslində hamısı. Və bir günləri, indi bu embargoda bunlar bu qışqırırlar, sanksiyalar. Sanksiya tətbiq edilər və bu ərzaq məhsulları gəlməsi yasaqlandı bizə. Sərhədləri bağladılar, Rusiya bağladı, buradan da İran zaten bağlıdır. O zaman bir həftədən sonra marketlər də bomboş olacaq. Bu insanlar nə yiyəcək? Baxın, regionların sosial-iqtisadi inkişafı adına bəlkə də 100 milyarddan pul xərcləndi getdi. Oralarda hər il gedirdilər filan. Və nəticədə nə oldu? Onun üçün deyirəm, hər şey tərsinə gedir. Prezident dövlət proqramı verir, qəbul edirlər. Regionların inkişafı, sosial-iqtisadi inkişafı. Nəticədə regionlar hamısı boşalır, hamı Bakıya gəlir.
Bəs bu bir adam soruşmalıdır ki, bəs bu qədər paralar haraya xərclənib və sosial-iqtisadi inkişaf deyəndə siz nə inkişaf elətdirdiniz orada? Hani buraya regionlarda sosial-iqtisadi inkişaf? Mən getmişdim o Tovuzda, Lamaxan. Yollar var, qaz çəkilibdir, hərçənd bizim kəndimizə hələ də çəkilməyib. İnana bilmir. Elə şeylər eləyiblər ki, belə məktəblər tikilib. Heç kim inandıra bilməzsin. Bax, indi prezident pulu ayrı bir yol çəkilir. Orada kəndlər var, o dağların başında orada. Deməli, oraya maşın da yoxdur. Avtobus yoxdur. Yaxşı, sənin insanların orada yaşayır. Səhər tezdən, saat 6-da durub, rayona gedən Niva gedir, kənddən bir neçə. Ona çatdınsa çatdın, çatmadın, xəstə olursan öl. Belə də özün tək rayona getmək üçün gərək bir maşına bir aylıq mal pensiyan verəsən. Bildin mi? Bəs yaxşı, bu insanlar necə yaşayır orada? Mən də deyirəm, asfalt çəkiblər deməli, təsəvvür elə. Bir yerə qədər asfalt gəlir, burada durur, torpaq yol gedir. Bir də lafı qutaracaqda 15 metr asfalt salıblar. Üstünə də bir daş qoyublar, üstəyə cənab prezident tapşırırla yoxdur. Belə, bunu hətta ATV ya bilmirəm, Space mi göstərmişdi. Ona belə reaksiya yoxdur. Biz bu qədər pulları kim yeyir? Aydındır. Dünən xəbər var idi. Niyə Salih Məmmədov uzun illər avtoyolda dayanan deyir, Almaniyada 24 hektar torpaq alıb. Salih Məmmədovun, indi dünəndən başlayıb təzdən Əl Həsənovun nədir mülklərini yaymağa. Və bu hətta karta adamın 5 manat, 10 manat pul gəlir. Sonra azı kartı bloklayırlar. Bu qədər milyardlar, milyonlar uğrayıb heç kim xəbər olmuyor. Belə olmaz axı. Bu ölkə bu cürə idarə olunmamalıdır. Bu idarə etmənin sonu yoxdur. Kim nə deyir desin. Duraq, çapan çalaqca gözəl. Gözəl deyil axı, necə gözəldir? Məsələn. Aydındır. Deməli, əziz tamaşaçılar, 530 nəfər var canlı yayımda. Verilişimizi lütfən bəyənin və paylaşın. Bəyənmələriniz cəmi 170-dir. Yəni, onun artırmaqla təbii ki, baxış sayını da artırmaq olar. Yenə də prinsipcə pis baxış deyil. Amma deməli, Ləman xanım, xahiş edirəm, sualımı səsləndirin. Turan Türkoğlu'nun sualı var. Mən o sualı tapa bilmədim sadəcə. Amma çoxlu sayda suallar var. Yenə də ən çox deməli, Nəcməddin Sadıqov Rəhimin vaxtında milli orduya gətirilmədimi? Sovet ordusunun mayoru Nəcməddinə onun vaxtında general rütbəsi verilmədimi? Rəhim Qaziyevlə bağlı daha çox, ən çox səslənən fikirlər deməli, Rəhim Qaziyevlə bağlıdır. Buyurun, bunu deyim. Mən ona qısa cavab gətirim. O zaman təhcə Nəcməddin Sadıqov Rus ordusundan çox adamlar gəlmişdi. İndi o zaman ehtiyac var idi, kadr zabit deyirdilər, filan deyirdilər. Onlardan biri də Nəcməddin Sadıqov idi. Nəcməddin Sadıqov gəlib, xidmətə qəbul olunub. İndi bu həm də akademiya qutarmış zabit kimi ön cəbhəyə göndərilib, Rəhim Qaziyevin vaxtında. Sonra nə baş verib? Sonra Ağdərə alınandan sonra Rəhim Qaziyev Nəcməddin Sadıqov polkovnik leytenant rütbəsi verib, növbədən kənar maşın verib və Bakıda ev verib. Bu da nədir? Belə də həvəsləndirmə olsun da, olmasın. Sonradan deməli, Əbülfəz bəylə İsa bəy ölkənin rəhbərliyi Rəhim Qaziyevə xəbər vermədən döyüş bölgəsinə gediblər. Qayıdıb gələndən sonra burada bəy, Əbülfəz bəy, Rəhim bəy çağırıb ki, bəs mən Nəcməddinə söz vermişəm, təqdimat yaz ona general verək. Rəhim bəy də deyib ki, bəy, mən buna, bax, elə bir xüsusi xidməti zadda yoxdur. Sadəcə həvəsləndirmək üçün növbədən kənar rütbə vermişəm, ev vermişəm, maşın vermişəm. Siz hesab edirsiniz, general olmalıdırsa, mən bunun artıq gücüm çatmaz. Get, sən də get fərman ver, general da ver. Məsələ eləcə qalıb, general məsələsi. Rəhim Qaziyev çıxandan bilmirəm, bir həftə 10 gün sonra Rəhim Qaziyev seva verindən. Nəcməddin Sadıqova Əbülfəz bəyin fərmanından general rütbəsi verilir. Qısa olan bu qədərdir məsələ. Cəmaat bilmir. Bu günə qədər də Ləman xanım, Surət Sönov məsələm üçün Rəhim Qaziyevlə bağlayırlar. Burada çox maraqlı şeylər var. Bu cəmaat çox şey bilmir. Bilənlər də danışmaq istəmir. Pənah Hüseynovun məşhur bir yazısı var idi o vaxtı, yadına düşəcək. Cinayətimiz, məğlubiyyətimiz. Həmən yazıda Pənah bəy yazır ki, biz Surət Hüseynova bir gündə 2 vəzifəni ona görə verdik ki, onu Rəhim Qaziyevə qarşı istifadə edək. Bu qədər açıq yazıb adam, düzdür. Mən də o vaxtı bu Azər referendumun efirində Pənahla oturduq, dedim Pənah bəy, xahiş edirəm, mənim sualıma hə yoxdur. Çünki Pənah bəyə sual verirsən istənilən sualı, danışır, fırlanır oradan, dağdan, bağdan, sual ortada içir.
Dedim, bax, yazıbsanmı bunu? Belə. Dedi, hə, yazmışam. Dedim, Elçi bəyə nə cürə məruz eləmişdiniz? Ki, bunu Rəhim Qaziyevə qarşı gətiririk, yoxsa belə nüfuzlu adamdır, imkanlı adamdır, bizə kömək eləsin. Deyirdi ki, bir mənalı şəkildə prezidentə deyilmişdi. Onu demişəm. Mən biraz tarixim belə gətirib. Məndə elə şeylər var ki, yəni talih aparıb çıxardım da. Sonra orada yazır ki, həmin yazıda yazır. Biz Surət Hüseynova milli qəhrəman adı vermək istəmirdik. Son anda Rəhim Qaziyev kabinetdə Elçi bəyi şantaj elədi. Fərmana qol çəkdirdi, milli qəhrəman sərəncam. Mən də Pənah bəydən soruşdum həmin efirdə. Dedim, Pənah bəy, yazıbsanmı ki, Elçi bəyi şantaj elədi? Dedi, yazmışam. Dedim, indi səndən soruşuram, Elçi bəy prezident kimi, lider kimi, ümumiyyətlə bir kişi kimi rəqəniz. Bunu şantaj eləmək olardı mı? Şantaja meyilli adam mıydı mı? Cavab, ediblər. Cəm şəkildə. Yəni, bu demək bir dəfə olmayıb. İndi o gün çıxıb danışır defirdə. Bax, o tezdə mən çıxdım, dedim, Elçi bəyi şantaj eləmək olmazdı, nə danışırsınız? Elçi bəy şantaja meyilli adam deyildi. Adam özü yazıb. Mən də deyirəm, bu Elçi bəyi niyə belə aşağılayırsınız siz? Elçi bəy şantaja, Rəhim Qaziyevin şantajına boyun əyibsə, o zaman gör Amerikan şantajına, Rusiyanın şantajına nə eləyər? Anlatabildim mi? Yəni, belə şeylər var. Cəmaat yazır, Nəcməddin Sadıqov Rəhim Qaziyevin vaxtında. Olmuyor belə şey. Rəhim Qaziyevin vaxtında olanları dedim. Rəhim bəy də danmır, eləmir. Bu ordunun çıxmasından bağlı çox danışırlar filan. İndi talih belə gətir. Bu da bu talih quşu Rəhim bəy. Rəhim Qaziyev hələ mayın 15-də Daşkənddə o günü da Cahandar deyir ki, mən Bişkek dedi, sonra çıxıb dedi ki, mən Bişkeki özüm Şəki demək istəyirdim, Şi ilə çəyirdim. Özündən adam çıxıb deyir ki, səhv saldım da Bişkeklə var. Deyir, yox, mən Şəki demək istəyirdim, ona görə Bişkek dedim ki, cəmaat çox şəkillər məndə küsməsin. Səydi bunlar. Neysə, indi, bax, Daşkənddə 15-də o ordunun Azərbaycandan çıxma protokolu imzalananda Elçi bəy hələ ümumiyyətcə prezidentdə olacağı da bilinmirdi. İyunun 7-sində seçilib, iyunun 17-sinə də vəzifəyə olub. Yəni, inaugurasiya eləyib, vəzifəyə başlayıb, düzdür. Yəni, o sənədlər imzalanmasaydı, zamanında Rəhim Qaziyev, o sənədləri qaçıb, gedib, gətirib eləməsəydi, bu ordunun çıxmağı zat xalqaya, bunların heç xəbəri də olmayıb. Heç birinin xəbəri olmayıb. Ha, ayrı bir şey var. Bax, Rəhim bəy onu gördürür, mədəlatlıdandır. Rəhim bəy deyir ki, Elçi bəylə ordunun çıxmasından bağlı. Orada protokolda yazır ki, ordu 4 ilə çıxacaq. Rəhim Qaziyev bunu 4 aya sıxışdırıb. Necə sıxışdırıb? Elçi bəyə nə deyib gedirlər. Və Rəhim bəy deyir ki, o zaman Elçi bəyin yerində başqa kim olsa biz onu eləyənməyəcəyik. Rəhim demir ki, burada Elçi bəyin rolu yoxdur. Rəhim deyir ki, bəli, bütün qara işləri, sənədləri mən elədim. Hələ Elçi bəy prezident olmayanda prosesi mən başladım, düzdür. Amma gəlib bunun taleyinə belə çıxıb. Ha, demək ki, elə də deyirlər, Surət Hüseynov Rəhim Qaziyevlə filan. Heç əlaqəsi yoxdur. Mən yenə deyirəm, mən bunların vəkili də deyiləm ha. Sadəcə mən bayaq dedim, bax, biraz bəlkə bütün müqayisələr qüsurludur. Nelson Mandela'nı Cənubi Afrikada, Cənubi Amerikada adamlar müdafiə edirdi. Niyə? Adama qarşı haqsızlıq vardı. Mən Rəhim Qaziyevə qarşı haqsızlıq var. Etibar Məmmədova qarşı haqsızlıq var. Etibar Məmmədov bir günləri, bunlar belə eləyirlər, bir-birindən. İndiyə kimi görübsənmi Etibar Məmmədov çıxsın desin, filan kəs də agent olub. Eşitmirsən və eşitməyəcəksən. Bunlar gündə bir-birinə agent deyir, qardaş. Mən də Etibar Məmmədov baxdı ki, bunlar belə agent olurlar. Çəkildi, getdi, biznesini qurdu, indi bizneslə məşğul. Etibar Məmmədov dövlətə vergi verir. İndi bu biraz da oliqarx, yəni. Həyatı yaşayır. Həyatı yaşayır. Siz də gedib elədiniz. Elədiniz Etibar Əliyə, mən əlimi tutdum. Ləman dedi, gedib olmayın. Pənah da gedib də dolaydı da. Oliqarx olaydı. Siyasət bilirsən, biraz da bizdəki siyasət deyil. Etibar Məmmədovda həm də ona görə qınayırlar da ki, yəni sən siyasətlə məşğul olurdun. Siyasət bunlarla siyasət olmur axı. Bax, gör, deyirəm, bax, Etibarın nə qədər danışıqları az-çox var da, az-çox var. Gör, Etibar Məmmədov bir adam haqqında ya agent idi, ya bu filan idi. Etibar, sənin efirindəydi da, sən deyirəm, tamaşalar düz başa düşsün, amma məndə belə adı yoxdur. Buyurun. Yadındadır, Pənah demiş ki, Elçi bəyin tapşırığı ilə getdim, Etibara dedim ki, ölkəni tərk eləyəndə, burada olmuşdu da. Etibar nə dedi? Dedi ki, o vaxtı
Bunların cəsarəti çatıb mənə söz dənməzdilər. Dedi, sən telefonla yanında, mən baxmışam da. İndi etibarım bu boyda, hətta ona qarşı sərt olan, bax, bu ittihamların qarşısında bir adam haqqında bu agent olub, bu yəni həddini aşan bir söz deməyib. Amma etibar Məmmədov sağdır. Bir adamlar getməlidir, bir soruşmalıdır. Bu qədər adamın üstünə ittiham yağdırırsınız. Mən indi çizdim bir şey yoxdur. Məsələn üçün, zamanında Bakıda, Bakı şəhərində Heydər Əliyevin adına küçəyə çıxan Ləman xanım cəmi 71 adam olub. Cəmi 71, ha, 72 heç olmadı. Mən də oradaydım, mən görürdüm bunu. İndi meydanlar da olub Heydər Əliyev, İlham Əliyev. İndi nə var ona? Düzdür. Nəyi demək istəyirəm? Onda da mən ona görə oradaydım ki, Heydər Əliyevə qarşı haqsızlıq görürdüm ona görə. İndi mən oradaydım da, tutaq ki, təsəvvür elə ki, o adamlar var, 70 adam da cəmi. Bax, həmən Hacı Bala 4 aydı, Sirus Təbriz 4 aydı, bax, həmən bu Qabil Hüseyni 4 aydı. Ondan sonra, nə bilim, o dövrün vəzifəyə gedən adamlar hamısı bildi. Mən də onların yanında durardım, mən də bir şeyin yəhsi olardım da. Niyə? Çünki mənim marağımda deyil ki, mən burada Heydər sabahım. O zaman Heydərin adına küçəyə çıxmağım bir təhlükəli bilirsən. Çox təhlükəli. Amma mən onu eləyirdim. Mən indi də Rəhimi müdafiə eləməyə xəsat gəlməsin isə. Mən Rəhim Qaziyev müdafiə başlayanda Nəsil Tayfa, Yeloba, tanışma, hamısı üstümə gəldi, kişisən neyin isə. Mən Rəhim bəylə danışdıqca, söhbət elədikcə, mən bilmirəm, hərə öz bilincində qalsın, amma mən Rəhim Qaziyev qədər dürüst. İndi xarakterdə, problemdə də ayrı şeydir. Rəhim Qaziyev qədər dürüst ikinci adam tanımıram Azərbaycanda. Bu da mənim fikrimdir. Burada da yazanlar var. Rəhim Qaziyev saf, düz, halal adamdır yazır. Rövşən 94-70. Gəncəvi 88 isə yazır ki, Rəhim yadıma gəlir, heç silahların növündən başı çıxmırdı, BTR tankdan ayıra bilmirdi yazır. Bizim mövzumuz, efirimiz ancaq Rəhim Qaziyev deyildi məncə. Düşdürəm, düzgün anlaşılsın, əziz tamaşaçılar. Burada yəni dediyim kimi iyun ayı ərzində bir çox adamların çıxışları oldu, adlar hallandı. Onlardan bəlkə də ən az adı çəkilən Rəhim Qaziyev idi, amma siz deyirsiniz ki, daha çox tez-tez o digər kanallarda onun adı çəkilir. Biz isə yəni dediyim kimi mövzumuz çəkcə o deyil. Təhsil bu Laf TV deyil. Sən bax, Reaksiya TV var, Obrisi TV var, Müsabat TV var, Obrisi var. Çoxdur da efirlər, bu dəqiqə Səngər TV var, hələ bildiklərimiz. Efirlər çoxdur. Hər yerdə də hamı danışır. Danışmalıyıq da, jurnalistin işi danışmaqdır. Kənardan qulp qoyanlar var. Ay, nə bilim, bu mövzunu məqsəddə atdılar ortalığa. Ay, nə bilim, baş qarışdırmaq üçündür. O şeylərlə mən razılaşmıram. Sən indi özün fikirləş də. Oturursan, nə mövzu var? Axşam baxırsan da, hətta sabah hansı mövzunu qabartmaq olar? Axı, yaxşı da, 4 günü bildik, bax 4 gün, ondan sonra 15 gün var, qurtuluş günü filan filan. Burada bir şeylərdə məcburiyyət var, tutaq ki. 4 gündən danışırsan, gərək 15-ində də qurtuluşu danışasan, düzdürmü? Danışmasan olmaz, filan filan. Və nəticə etibarilə hamısında adamlar çıxır. Mən demişəm da, məsələn üçün, bax, o danışan adamlar var da, deyir ki, Elçi bəy bizim qırmızı xəttimizdir. Öyle. Cahandar bunu deyir, Panasyoyan bunu deyir. Deyirəm, qırmızı xəttiniz İlham Əliyev çıxdı buna, nə qaldı demək. Niyə dillənmədi? İlham Əliyevə mən cavab vermişim. Təbii dedim, mən bu tərbiyəsiz eləmərəm. Mən dedim, cənab prezident sizə yaraşmadı. Sizin işinizdə, sizin sələfinizi bu ölkədə varislik korunmalıdır. Hər gələn prezident, gedən prezidenti bu günə qoyacaq, son ki bu gündəyik biz. Bildin mi? Mən bunu demişəm. Amma sizin cınqırını çıxın bir baxı. Necə olur? Mən danışanda, ya Rəhim deyəndə, filan kəs, Ləman deyəndə, Əbülfəz bəy qırmızı xətt olur. İlham Əliyev danışanda qırmızı rəng çəhraya gəlir, çönür. Çıxın danışın da. Bir adamın cınqırı var ortada. Mən də deyirəm, qardaşım. Yəni, əgər qırmızı xətdirsə, bu hamı üçündür. Yox, İlham Əliyev, o vaxt mən bir yazı yazmışım ki, bu məmurlar maraqlıdır. İlham Əliyev bunlara deyirdi, o vaxt Qudurqan, filan ağzına gələn deyirdi. Hə, bunlar çapan çalırdılar. Elə ki, biz yazı yazırdıq, filan kəs rüşvət aldı, Qudurqan məmur olaraqları sırazı məhkəməyə qaçır, şərəf və ləqəti alçaldı. Mən də yazdım ki, İlham Əliyev, bu nə tər şeydir? Bunlar səhər çapan çalırlar, sən deyəndə Qudurqan. Mən Qudurqan yazanda bu məhkəməyə verir, niyə verir? Yəni, Qudurqan sözünün ayrı mənası yoxdur ki, elə, məsələn üçün deyirəm, Harun Qudurqan, o dəqiqə məhkəməyə gedir. Azərbaycanda indi əvvəl bir ənənə var idi, indi də başqa bir şey var, o tapınaq çocukları da sənlikdə öldəndə mövzuya yayılmasın.
Amma bir uzun zaman kəsiyində Azərbaycanda əksər məmurlar, hətta nazirlər də daxil, hamısının məhkəmə hökmü var, şərəf alçaldılıb, ləyaqət tapdanıb. Bu demək ki, şərəfsiz və ləyaqətsiz adamlar bu ölkə idarə ediblər. Yəni o hər çapında nazir kimi, nə bilim kimi, əməkdar artist, xalq artisti, nə bilim bu millətin hər yerdə o necə deyim, əlini öpməli adamlar hamısı gedir məhkəmədə qərar çıxardı ki, bu şərəf alçalıb, ləyaqət tapdanıb. Məhkəmə qərarı qanun qüvvəsindədir, onu dəyişmək olmaz. Adam necə gedib məhkəməyə, o bizdə qanunlar zaddarvayı məcəllə, onlar hamısı tərcümədir, ona görə bu gündəyik. Bir Azərbaycan kişisi gedib məhkəmədə oturub deyə bilməz ki, mənim şərəfim və ləyaqətim alçalıb. Şərəf alçalan adam şərəf bir dəfə alçaldısa daha qalmır o. Anladabildim mi? Onu mən indi o qədər yazmışam ki, amma bir şey olar ki, qaçır məhkəməyə mənim şərəf və ləyaqətim tapdım. Şərəf, ayaq altda düşən şərəfi daha, o qastum dölə çırpa geynəsən. Ayaq altda düşən şərəf getdi daha. Bəndə məhkəmə qərarı çıxıb, indi mən nətər deyim sən şərəfli adamsan. Aydındır, Sərdar bəy, biz sizinlə təbii ki, bu söhbətləri eləsək, yəqin ki, saatı ötəcək, təxminən saata yaxınlaşdır. Tez keçdi prinsipcə, bizi Qabil Hüseynli gözləyir, çünki bayaqdan qonağımız gəlib, əziz tamaşaçılar. Ona görə də düşünürəm ki, bu mövzuları sizinlə vaxtaşlı davam elətdirədik. Çox xoşdur, amma mən belə öz-özümə tək, mən 48 saat azdır, 57 saat durmadan gecə günü danışa bildim. İnanıram. Və o hər şeydə mövzu var, bilirsən, danışdıqca bax, o kimlə birini qoyubursa get. Bu ölkədə hər yan mövzu. Mövzu var, amma danışan ağızlar yoxdur. Danışan ağızlar olmalı, təbii. Onun üçün deyirəm də. Doğru. Rəhim Qaziyevdən danışmağa saat, indi Ramiz Mehdievdən danışmağa nə var? İndi nədir, Eldar Mahmudov bu gün danışır. Eldar Mahmudov, Rəhim Qaziyev, bax. Ramiz Ənvəroviç, Eldar Mahmudov, Rəhim Qaziyev, nə əlaqəsi var Rəhim Qaziyevin burada? Bunlar türmədə olmalıdır, ömrükdə yatmalıdır, özünü öldürür efirdə. Kim? Cahandar Bayoğlu'nu deyirsizmi? Debata da çıxmırsınız da, heç biriniz bir-birinizlə, Cahandar Bayoğlu ilə. Çıxıb debata belə burada mı? Çıxaram, mən problemim yoxdur. Cahandarla debata çıxsaq gərək biz burada yumruqlar arasına çıxaq. Çünki adam özünü idarə eləyə bilmir. Adam Cümşüd Nuriyevin oturub efirdə, deyirə qırdır, sən prokuror da deyilsən, sən məndən hesab istəmə. Mən fikrimi deyirəm, deyir, duraram, vuraram, sən buradan uçarsan. Onu Cümşüdə dəyə bilər, mənə dəyməz axı. Cahandar bəy deyir, efirdə. Allah, canlı efirdə. Bu cür adamla efir olmaz axı. Mən sizə təşəkkür edirəm. Psixolojisi yerində düldürdüm, canlı efirdə. Bax, o coşur, indi var da o... Peki, emosional adamdır. Yox, emosionallıq deyil. Adam o qədər ekstaza gəlir ki, efirdə. O, nə dediyini unudur. Bir dəfə çıxdı, dedi ki, onlar bizdən deyirlər, bizdən olsaydı anasını satıb gələrdi bizim yanımıza. Budur, var, burada açım göstərim sənə, canlı efirdə. Bu qədər adam, çünki o aşıqlar ki, saat çalıb gedirlər, birdən gözünə çıxır. Bu efirdə ilə bir aşıq, toyxanada aşıqdır bu, belə şey olur. Efirdə danışan adam bir məsuliyyət biləcək. Nətər ola bilər ki, dədən yaşında kişiyə, qabağında, adam deyir, qardaşım, sən mənə hesab istəməsən, prokuror deyilsin axı. Vuraram, buradan uçarsan, bir dənə qoyaram. Belə, ondan mən necə efirə çıxıb? O cümşüdə dəyə bilər, mənə dəyməz axı ona. Mən təşəkkür edirəm. Mən birdən desən olar, onda təsəvvür eləsən. Ona görə debatdan qaçaq. Əziz tamaşaçılar, Sərdar Əlibəyli ilə gündəmi müzakirə etdik.